Hamınıza salam dostlar. Necəsiz? Axşamınız xeyir. Axşam olacağı üçün video atıldıqda. Burada tufuldu, yəni yapanka toyuq. Biraz azarlayıb, deyəsən, yəni xəstələnib. Atmışam dən yesin orada. Toyuqları da bir günləri deyəsən çatmışam. Biraz çıxartım gəlsinlər. Kürt de balısını ayırtmışdım. O da ayılıb biraz kürtüydən. Çox gözü şeylər qalıb, səsləri qalıb, səsi qalıb. Kürt səsi vermir. Başqa dəni də elə indicə vermişdim. Onda olar. İshal olan 2 toyuq var idi. Bir bu qara xoruz, bir də ki bu qara toyuq. Bunda keçib deyəsən toyuqda, amma ki xoruzda var məncə. Xoruza da toyuğa da verdim biraz bayaqlara. Bu günlər vermişəm dərman. Bu xoruzun pipiyi düşüb aşağı, elə qaranın da düşüb. Pipikləri yana yatıb yəni. Niyə ola bilər sizcə dostlar? Hündüşkaları cücələrin qəfəsini salmışdım, onu da çıxartım yadımdan çıxıb. Bunlar niyə hürkdü? Yıxıb çıxırlar. Toyuğu da deyə bura salmışdım. Yemeğe imkan verilirdi. Bunları biraz yediler, sonra attım oraya ki qoy toyuq rahat yesin, kürt toyuq. Kürt toyuq çünkü o yeşiğin içində olub bir ay. Tanımadığı üçün vurmağa başladı. Yem yeməyə də icazə vermirdilər. Bu toyuqdur, sarı. Buna görə oraya salmışdım, orada qalıb. Bunları nə qədər yem versəm də doymurlar. Yaponkanı da çıxartım. Yox, qalsın, biraz yesin. Ne çetim. Açıq qalsa bunlar yıxıb tökəcək buranı. Əsasda erkek hündüşka tullanıb dağıtacaq. Ne çetim. Qoy qalsın. Bağı da bu arada biçdilər dostlar. Atda gətirib töküm qabaqlarına. Bayra bırakan deyiləm, tez salacağım deyə. Bayra bıraxdıqda çox çətin olur bunları salmaq içəri. Bağın ayağına kimi yayılırlar, bağdan belə çıxırlar. Qonşunun bağına keçirlər. Çətin olur mənim üçün. Baxın, bağı belə biçiblər, çox qəşəng təmiz olub. Amma ki yığılma qalıb, o da ki nənəmlə gedəcək. Çünki gözləyim belə bir qapaq videosu alın bu kisədə. Bura hardan gəlibsə. Böyle bir qapaq videosu şəkli. Yaxşı. Burada çələklər var idi, onları bilmirəm görüb biçməyibmi, yoxsa biçib bunlar özləri sağ qalıbmı? Burada neydi bu güllər adı? Ramaşkalar var idi, onları biçib. Bunu da biçmeye cəhd edib, amma ki həyatdadır. Heç nə olmayıb. Biraz belə yıxılıb qalmışdı yerə. Düzələcək o biraz bir günə. Üstündən yeşik almışdım. Qoy qalsın yeşik. Bunlar burada da ramaşka var idi, onlar da gedib kəsiblər, çox da önəmi yoxdur. Yayılıb gedir olsuz da bir aya çıxacaq. Normal yarpaq, iki yarpaqlar çıxacaq. Burada sarımsaqlar var idi. Qalıb görürüm bir iki dənə. Bir də ki kəvərlər də getdi. Kəvər yox, kahlar. Toyuqlar yeyib. Bir dənə qalmışdı, o da bilməm biçibmi, neynibsə. Yoxdur da. Burada olmalıydı, biçib yağın. Toyuqlar yemişdi. Bir dənə saxlamışdı, onu da yağın biçilib. Görmedim. Buralarda var idi. Baş taraflarda. Birinin kökü qalıb burada. Yani toyuq zat girməsə bura belki biter.
Cips hardadır bəs? Toyuqlar xoş gəlir. Verərdim onlara. Neyse də. Bir dənə kahın oturub axtarmayayım. Buradan baxın, qəşəng yumuşaq otlar harda olurdu. Bu tərəfdə olurdu. Ay, ayağım burxuldu. Bu tərəfdə olurdu. Burada tikanlarla karışıp yumuşak yeri kalıpsa burada da. Buradan da çok uzaklaşmayayım. Burada da yer almaları faydaları kesip atıp. Çelekler de çok az kalıp yetişmeye. Hatta biri az dünenleri baxdıqda qızarmışdı. Ne bilmem. Buradadırsa yoksa dəriblər mi onu bilmirəm. Buralarda görmüştüm. Dəriblər yəqin bilmirəm. Görmürəm. Dərilərinə oxşur. Alıblar neysə. Ot aparım ben gedim. Toyuqların yanına orada çıkan otlar karışıqdır. Yumuşaq otlarla buradan alıb aparım elə. Amma yekə yarpaqlı ot aparmaq istəyirəm ki. Yarpaqlı ot yeyirlər də, yəni. İnəyi deyirlər ki, hər bir otu aparım töküm qabaqlarına. Bunlar bəsdir. Yarpaqlı da var, yarpaqsız da. Qazlar. Qazlar içərdə diyorlar da açım. Ben dedim bu qazlar harda qaldı, niye çıxmadılar? Gezim qazları da açım. Bu arada sağaldım. Çox gözlü bir öskürmə qalıb bir də. Hala öskürmə qalıb tutardı. Sağaldım çok şükür. Bu kalıp buradalar. Bunu da çıkarttım. Besleyeyim. Hinduşkalar ayağının altına bakmırlar. Eminim basıp keçirlər. Keçmirlər diye şey eləyirlər. Yanı dururlar üstünde. Yazılar meyti çıxır. Bak hinduşkalar bunu döyüp saldı. Kolup saldı içerlikler. %100 bizimki onu sürüp saldılar. Toyuqlar ya toyuqlar ya da hinduşkalar. Keç ot ye. Ot yesinler biraz. Çok gözlü bir kürt sesi alıp o da bir iki güne keçip gedecek. Cücəsində maşallah var. Evde ışık koyup orada saxlayan bir qaz balası qalıb onunla bir yerdə. Orada ishal olub. Bilmirəm bu istidə necə ishal olubsa. Yəqin anası yanında olduğu ishal olub. Münnətcə sağaltıb qurtarmadım. Düzəlir yenidən ishal olur. Düzəlir yenidən ishal olur. Eləmədiyim şey qalmayıb. Bunlar da bir gün ördəkləri, qazları ləyənə koyup çimsinlər. Ana ördək, dişi ördək yani daşlaşıb bədəni tükləri. Qazların da az da olsa yani batıqdır. Ördək də həmçinin biraz daşlaşmaya doğru gedir. Ən çox olan ana ördəkdir. Elə bir şeydən çıxıb. Bu camışlar girir palçığa. Elə bir palçıqdan çıxıblar. Ördəklər də maşallah maşallah. Göz değməsin. Çox qəşəng böyüməyə devam edirlər. İndi asacağım hamısı tulanacaq üstümə. Xorozdan çox xoşum gəldi. Əlimə öyrəşik olduğunu bildikdən sonra. Ördəklər baxayım. Çok hoşum geldi bu xoruzdan. Ana kırmızı diğer xoruz müşteri çıkmadı. Onu bir daha statusda WhatsApp statusunda paylaşım gerek. Bizim mənim olması da evdəkilərindən birinin
Bu hinduşkalara baxsan, mundar qalmışlar. Bir öyrəndilər. Hələ toyuğa baxsan. Toyuğa bax eləsən. Bir öyrəndilər. Vay vay. Hinduşkalar da öyrənib. Toyuqlar böyle düşəcəklər böyle. Şşt. Tövbə. Hani dən qabı. Dən qabarla getdi. İçindədir. Dən qabar da deyə. Cəhənnəmə əlimlə atım. Belə geçsə qanadlarımız çıxacaq. O toyuğunda çıxmalıdır. Sonra keçəndəki videoda bu idi deyəsəm. Bu da çıxmağını görmədim bir dəfə. Bir də bu hinduşkaların qanadları çıxmalıdır. Artıq görürəm uçmağa başlayıblar. Uçub gedərlər bayra. İtlər aparar deyə qorxuram. Bunlardakı bir götürüldü, çıxıb gedirlər. Heç baxmırlar hardadılarsa, çıxıb gedirlər. Götürülüb. Bir də baxanda yoxa çıxıblar. Yetimçə qalmışlar, biri elədi. Hamısı eləyəcək. Qudurma da. Qudurma, qanadlarımı çıxartmıram, qudurma. Yenə çıxsalar. 3 şanslar var bundan sonra. 3 dəfə atacağım yerə hər bir heyvanı. 3-dən çox eləsə. Baxın, baxın, baxın. 3-dən çox çıxsalar yenə. Onun bir şansı getdi. Gedək yetimçəni çürtək aşağı. Uçub getməsin. Burada elim çatmır, burada hündürdü biraz. Düşürttüm. Bir şansı gitti bunun. Kaldı 2 şans. Otlar da qazlar çox xoşlayır. Yeyib bitirirlər. Baxın, yarpaqlı otlar daha rahat yeyirlər. Belə uzun kıl kimi olan otlar biraz çətin olur bunlar üçün. İnək olmadıqları üçün. Bunlara daha yarpaqlı kimi otlar daha yaxşı yeməyə rahat olur. Maşallah, bu da balaca cücələrimizdendir. Bu da xoruzdur. Limonun yekə cücəsi xoruzdur məncə. Adı narınc oldu. Narıncın cinsi xoruz çıxdı. Hardadır narınc? Yəqin Hindədir. Bunlara baxım, sabah su gəlsə, suları da bilmirəm. Kartda su qutarıb mı, pul qutarıb mı, bilmirəm. Bax, nəsə qutarıb kartda, onu bilmirəm. Sabah açılsa, bunlara su döküm vannalarına çimsinlər. Bura tökə bilmirəm su. Çünki həm bilmirəm qırıblar mı, kim qırıbsa, nə qırıbsa su buraxır. Həm də ki ora toyuqlar düşür.
Bir dəfə toyuq düşüb, ondan sonra oranı doldurmamışam. Cəsarət eləməmişəm. Bu ördək elə bir ki, narkomandır. Gözləri yarım çıxaçdır. Bunun gözlərinə baxın. Görürsünüz. Elə bir narkomandır. Özü qəşə yarım çıx açır. Gözün. Bu arada hinduşkalar payızda yumurtlayacaq dedilər. İndi görək də. Mən də elə fikirləşirəm. Ay baxın dostlar, nə şirin. Limonun... Gəl bura, tutanmadım. İkinci balası. Limonun dediğim onun yumurtasından çıxıb, o çıxartmayıb yumurtadan. Yəni onun o yumurtlayıb yumurtanı, amma ki çıxartan başqaları olub. Balaca portağalın balasın, hinduşka çıxardı, böyük narıncı da ki, adı neydi onun, toyuq. Ördəkləri tutub sizə göstərəcəm, maşallahı var. Bu ördəklərin də artıq qanadları birində çıxmışdı, birində uclarından, yəni bu tərəfdə, sağ tərəfdə olanda indi çıxmağa başlayıb, sol tərəfdəki çıxmışdı əvvəl, indi bilmirəm nə boyda olarsa. İndi qoy suların içsinlər, sonra tutacağım. Bunlarda hinə su qoyuram, tez bitirirlər. Suyurlar. Həm də ki, çox tez batırırlar. Bunlar da kiçik olduğu üçün qazların yanına bıraxa bilmirəm. Yəni qazların yanında digər yekə ördəklər var. Bunlar balacadır. Vursalar ölərlər deyə qorxuram. Ölməzlər, sırtıq heyvandılar. Amma yenə də ehtiyatımı gözləyirəm. Gəl. Tuttum. Gerçekten kanada bakıp bırakacağım. O işte ben çok bilmiş. Bakın dostlar, kanatların arkasına çıkmaya başlayıp eyni anası. Şüvendik ablar. Şimdi gedək diğerini tutaq. Diğeri bence bunun kanadından daha büyük olar. Kanadı. Bu erkekdi. Bu da dişidir. %100 bence. %80 elə çıxacaq. Səsi də bunun incədir. Diğerinin daha cırdı, səsi qalındır. Tuttum. İndi gedək sənin qanadlarında, maşallah. Buna baxın dostlar, nə boyda çıxıb. Qanadları çox gözəl. Eyni atası. Bu da eyni atası. Biri atası, biri anası. Heç birinin xətrini qoymayıblar. Özü baxda baxın ki, erkek olan atasına oxşuyub, dişi olan anasına oxşuyub. Səndən bir xeyir görmədim, ay erkek hinduşka. Nə də səndən... Nə vaxt görəcəm sənin xeyrivi və ya görə biləcəmmi sənin xeyrivi? Özü yazıq kimi göstərmə. Özü yazıq kimi göstərmə. Bu qazlar ləyənin dibində qalan suyu içəndə elə bilirəm. Şey olur, zəlzələ olur. Bir dənə səs çıxır. Elə bilirəm burada. Bunlar nə oldu? Elə bilirəm ki, tüfəng, güllə atılır, elə bilirəm. Daha nazik ləyənlər olur, onlara vuranda vapşi çox pis səs gəlir. Evdə yanıram, görürüm, qəribə səslər çıxıb görürüm. Tuttum narıncı. Narıncımız bu da xoruzdur. Bu heyraltılar çox dalaşan olur. Yaxşı. Nə işin var sənin? Əsas burada qırmızı rəngdə olan eləmədə. Qırmızı rəngdə olan xoruzdur. Sonra o ağ xoruzdur. Sonra da bu yəqin ki. O çilli ən axırdadır.
Rütbəsiz dişləmədə. İndi gəlsin. Sən də baxın, ayaqları bunun tüklüdür. Amma heyraltıdır. Yəqin anası yerlidir. Amma ki atası şeydir, heyraltı. Vasil. Məndə də bir dənə heyraltı toyuq var idi əsl. Cücələrdən, yəni öldü. Ölmədiyi yoxa çıxdı. Həyatda da hər şey ola bilər. Dişi gözümə heç yaxşı deymir, niyəsə. Qəribə hərəkətlər eləyir. Elə bir öləcək kimidir, nədirsə. Özü yaşlıdır biraz. 4 yaşı belki olar. 3-4 yaşı. 4 yaşı yoxsa 5 yaşı mı? 4-5 yaşı olmalıdır. Yaşlıdır. Ömründə bir dəfə ana oldu, balalarına baxmaq üçün, onda da baxa bilmədi. Analıq qabiliyyəti yoxdur. İndi inşallah baxaq bunlardan nə görürüksə, bunlardan baxaq. Bala ala bilsək, balalardan bala ala bilsək, baxaq necə baxacaqsa bunlar. Ən yaxşısı çöl ördəyidir baxmaqda. Bir də ki, lal ördək. Səssiz ördəklərdən lal ördək daha yaxşıdır. Səslərdən çöl ördəyi və Pekin ağ ördəklər var. Çox qəşəng qorumacı olurlar. Bu ördeğin bacısı var idi, ağ rəngdə. Nə oldu ona? Onlara baxın, siz böyüyünə balaca dalaşır. Bozu şeydir balacalardan. Yekəsindən arınçdır. Balaca şeye baxırsınız, cəsarətə əkdilər boynun. Nə oldu? Balaca gördün. Ya özü böyük gördün. Səndən təxmini bir 20 gün. 20 gün olar. 13 gün. Yeni galiba zəlil qalmış sağsağanlar. 13 gün böyükdür səndən. Çox fərq olmasa da boy fərqi var. Toyuqlar niyə rahat yata bilmirlər. Çıxırlar, 2 dağdan sonra tezdən tutulan gəlirlər bayra. Yine gəldilər. Buna baxın dostlar. Ələ öyrəşiydi, ufran xoruz olacaq yəqin. Bu deyirdim mən sizə, birinci yer. Budur, ən vurağanlarından biri olan. Ən birinci budur. Bu nənəmin cücələrindəndir. Nənəmin toyuqlarının balasındandır. Ördəklər artıq öyrəşiblər, bir yerdə gəzirlər. Amma ki gecə ayrı-ayrı yerlərdə yatırlar. Bu cücə heç adama yaxın gəlmir. Baxın bu sarı cücə. Heç varlığından belə xəbərim olmur arada. Çox uzaq gəzir adamdan. Toyuqlar da artıq yuvalarına gedir. Sağ olun dostlar, özünüzə yaxşı baxın. Gələn videolarda görüşmək ümidi ilə görüşərik.